Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illik yubileyi münasibəti ilə Macro Frontiers 2025 makromolekullu birləşmələr üzrə 3-cü beynəlxalq elmi konfrans öz işinə başlayıb. Açılış mərasimindən əvvəl Adınsonun rektoru Dosent Rüfət Əzizov, universitetin əməkdaşları və xarici qonaqlar fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. Universitetin akt zalında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib. Konfrans elmi və praktiki səviyyədə fikir mübadiləsi aparmaq üçün zəngin platforma rolunu oynayır. Açılış mərasimində çıxış edən Adınsonun rektoru Dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. Günümüzdə makromolekullu birləşmələr, istər onların dayanıqlı inkişafla bağlı istifadəsi, bioparçalana bilən materialların hazırlanması, müxtəlif belə deyək, tibb sahəsində istifadə olunan dərman məhsullarının hazırlanmasında geniş istifadə olunmaqdadır. Ona görə də həm şirkətlər, həm belə deyək, universitetlər bu istiqamətdə çox geniş belə deyək, yer ayırmaqdadırlar. Ümid edirəm ki, konfransımızın əvvəlkilərdən fərqli olaraq bu il dünya çapında samballı, hörmətli jurnal, Web of Science və Scopus bazalarında olan jurnallarda məqalələrimiz çıxacaq. Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, Reading Universitetinin professoru Vitali Xutaryanski və Malayziya Putra Universitetinin professoru Mohd Sapwan Salit də çıxış ediblər. Bu mənim Azərbaycana ilk səfərimdir və burada olmaqdan çox şadam. Konfrans polimerlər haqqındadır və bu da mənim tədqiqat sahamda eynidir. Tədqiqat saham polimerlərin tibbdə tətbiqi ilə bağlıdır. Digər tədqiqat saham isə qida texnologiyaları ilə əlaqəlidir. Bu baxımdan sevinirəm ki, belə bir konfransda iştirak edib müzakirələr aparmaq və yeni əlaqələr qurmaq şansım var. Qeyd etdiyim kimi, bu mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə Azərbaycanda 17 il əvvəl olmuşdum. Bugün isə belə bir geniş tərkibdə beynəlxalq elmi konfransa dəvət olunduğum üçün məmnunluq duyuram. İlk olaraq qeyd edim ki, konfransın mövzusu mənim tədqiqat sahamla əlaqəlidir. Hazırda kompozit materiallar və onların xüsusiyyətlərini araşdırıram və bu sahədə geniş miqyaslı tədqiqat işlərim var. Konfransın makromolekullar sahəsində aparılan son elmi tədqiqatların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu olacağına inanırım. Konfrans çərçivəsində keçirilən panel sessiyada Dövlət Sənaye Universitet əməkdaşlıq modeli, innovativ inkişafın drayveri kimi mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Sokar Downstream şirkətinin proses direktoru Qədir Əliyev, Sokar Fugro MMC-nin direktoru Fikrət Əliyev və nömrə 1 şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər. Konfrans çərçivəsində həmçinin sənayedə müasir texnologiyalar və innovasiyalar mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib. Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elm institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.